Alyona 5'in təəssüratlarını Mehmanla adam Mehriban nəymiş olar sizin? Bəs də kişi, bəs güzel. Neyse. Buyur, Sənin başlarla ilk olaraq mən istəyirəm Mehriban Əliyevaya cavab verim. Olar mı? Mehriban Əliyevanı çalxalaya da bilərsən, problem yoxdur. Hazırsan mı? Hazıram. Mehriban Əliyeva. Mehriban Əliyeva, qadın paltarı geyinmək ayıb deyil, amma liftin içində İlham Əliyevin bülletenini gizlətmək qəhbəlikdir. Mehriban Əliyeva, qadın paltarı geyinmək ayıb deyil, amma qadın jurnalistləri şərləyib həbs etmək oğraşlıqdır. Bax budur. Mehriban Əliyeva, soskasan sən. Başa düşdün? Bax belə indi efirə başlayır. Alyonanındır o Mehmetan, Alyonanındır. Mehriban Əliyeva əslində qadınları təhqir eləyib. Bu qadın paltarında təhqir bir şey yoxdur. Amma mən liftin içində İlham Əliyev o seçkilərdə bülletin gizlədəndə o bax oğraşlıqdır, zındırlıqdır. Mehriban Əliyeva, qadın paltarı geyinmək ayıb deyil, amma qadın jurnalistləri şərləyib həbs eləmək əxlaqsızlıq, binamusluq, şərəfsizlikdir. Mehriban Əliyeva. Mehriban Əliyeva, utan öl, yerə gir, Tursiyə gir. Mehriban öl, yerə gir. Mehmanın Tursiyinə gir. Nə zaman gələcək və nə olacaq? Sən Leyla'dan da bir stat gətirdin, amma yox, bu belə işlər belə olmur. Biz bir şeydən yapışmışıqsa, onu sonlandırmalıyıq. Nakauta, yəni onu məhv eləməliyik. Sonra keçməliyik ikinci şeyə. Yoxsa biz bunu yarımçıq qoyduq, keçdi o birisinə. Bu iş olmayacaq. Bu ücret qeyri-ciddi, cəmaatın ümidi sönə bilər. Biz bir şeydən yapışmışıq. Biz Alyonanı möhrünü vurandan sonra mən sizə söz verirəm ki, Leyla Əliyeva necə daroşkanı eləyir, burnuna dollarla neçə santını soxur, video faktlarla ortaya qoyacam. Sənin videoların elə bir get-gedə biraz zəifliyir elə bir. Biraz daha da güclənməyini istəyirdi, amma elə bir ki bir balaca. Yox. Əvvəl birinci, ikinci hissəsi biz ortaya qoyduq ki, bu soskadır. İndi amma ortaya onun əməllərini, cinayətini, onun videolarını, onun əxlaqsızlığını, onun korrupsiyasını, hər şey plan üzrə gedir. Bax, misal üçün, deyib gülmək kütləsi üçün düz deyirsən, birinci, ikinci hissə daha maraqlıydı. Orada ay bilət, şəkil, məməş, ay bilət, ayaq, göt. İndi daha çox biz bu filmləri ciddiləşdirmişik ki, ciddi faktlar ortaya qoyuruq ki, bu artıq biz bu kinoları beynəlxalq səviyyəyə çatdıraq. Yəni burada artıq mənə sənin efirində deyirəm. Fransa televiziyaları, Alman televiziyaları müraciət edib və onlar istəyir ki, bunları tərcümə eləsin. Almaniyanın dövlət telekanallarında, Fransa dövlət telekanallarında bunları raskrutka eləsin və Ukrayna mətbuatı artıq paylaşıb. Ukrayna mətbuatı yaxşı işləyir, Alyonanı təqdim edib, Rus mətbuatı, Türk mətbuatı. Biz bacarmışıq. Biz İlham Əliyevi tərpətməyə bacarmışıq. Yavaş, aldada. Belə eləmək olur. Yəni birbaşa biz bunu avtomatı, əlimizdə olan güllələri tam bitirsək, biz udacağıq. Bilən, efirin birini başa düşüm. Deyələm, mən bilirəm də. Mehman Hüseynov bunu hissə verir. Axırı bunu inqilaba dayanacaq. Mən də bilirəm. Aprel ayına, martda olmasa aprel ayına hazır olun. Mən bilirəm də. Hansısa güclər mənə də çerez deyirlər, amma görürsün Mehmana xəbər atırlar. Amma mənə seks atırlar. Mehman, siz onu İngilis mətbuatınızda dedin, çox sağ ol, yerinə düşdü. İki sallanan bir tullanan budur. Bax, İlhamın burnu oxşuyur. Mehman, siz onu paylaşdınız mı dünya mediasına tərcümə elətdirib? Bir də onu deyin görək. İndi iş gedir. Biz beynəlxalq səviyyəyə kinolar çıxartmaq üçün daha da çox çalışmalıyıq. Amma məsələ odur ki, bax sən də, mən də indi bizim prioritet məsələmiz nədir? Biz özümüzü qorumalıyıq. Bizə zərbə endirilməsin, bizim sağlamlığımıza ziyan vurmasınlar deyə biz indi özümüzü qoruyuruq. Ki İlham Əliyevi çox yaxın zamanlarda diz üstə qoyaq və ondan haqq hesabımızı aparaq. Bu qədər. Mən bugün Alyona 5 araşdırmasında yenə də İlham Əliyevə və Mehriban Əliyevə hörmət elədim. Və onlar üçün, baxın, sizin efirdə göstərirəm. Görsünüzmü? Baxın, mən bu videoda Alyona Əliyevanın 7-8 saniyəlik videosunu qoymuşam. Halbuki Alyona Əliyevanın orada 43 saniyəlik videosu var. Hardakı nəyşəni çəkirəm mən, nəyşəni yandırır, doldurur və pülüyür. Yəni biz yenə də hörmət elədik Mehribana, İlhama. Və yenə də sənin efirinin vasitəsilə səsləyirəm ki, əgər Mehriban və İlham Əliyev ortaya bir fakt qoysalar ki, Emin Hüseynov həqiqətən də səfirliyə 2014-cü ildə qadın paltarı ilə girib, yəni mən necə fakt qoyuram ki, Alyona Əliyeva soskadır, əxlaqsızdır, nəyşəxordur. Bax, nə vaxt ki, onlar belə bir fakt ortaya qoysa, mən söz verirəm ki, Alyonanın bütün videolarını pozacam və deyəcəm ki, İlham Əliyevə söz vermişdim ki, fakt qoysa mən pozacam.
Amma məsələ ondadır ki, belə bir fakt yoxdur. Bax 12 il həmin hadisənin üstündən keçib. Emin Hüseynov 2014-cü ildə İsveçrə səfirliyinə gedib və 2014 bu gün 2026-cı ildir. 12 il keçib. Niyə indiyənə kimi bu faktı qoymayıblar? Deməli ortada bir fakt yoxdur. Mehriban Əliyeva özünü küçə uşağı kimi aparır, küçə arvadı kimi aparır. Mən də onun dərsini verdim. İkinci, Emin niyə səfirliyə gedib? 2014-cü ildə bir çoxları bəlkə hatırlamır. İlham Əliyev o vaxt jurnalistləri, hüquq müdafiəçiləri həbs etmişdi. Mənim də qardaşım demişdi ki, Emin Hüseynov, mən İlham Əliyevin həbsxanasında yatmaq istəmirəm. Deyir ki, mən İlham Əliyevlə aynı bilim saxta məhkəmələr şousunda iştirak etmək istəmirəm. Sığınır səfirliyə, sonra da İsveçrə prezidenti gəlir, Emini götürür və gedirlər İsveçrəyə. Məsələ bu qədər sadə. Qardaşım demişdi ki, mən İlham Əliyevin girovu olmaq istəmirəm. Mən İlham Əliyevin o əxlaqsız, oğraş həbsxanasında qalmaq istəmirəm. Və düz də eləyib. Bax, Emin artıq İsveçrədədir və Emin İsveçrədə ola-ola İlham Əliyevi və Mehriban Əliyevanı Avropaya hər gəlişində onları peşman edir. Avropaya hər dəfə İlham Mehriban gələndə onların necə lazımdır onlara dərs verir, ifşa eləyir və yola salır. Bu işdir. İndi təsəvvür elə, bu həbsxanada olsaydı, mən də həbsxanada olsaydım, ortada bu gün bu şeylər olmayacaqdı. Ona görə də İlham Əliyevi yeganə diz üstə qoymaq yolu onun dili ilə danışmaq, daha ağıllı olmaq, İlham Əliyevdən daha fərasətli olmaq, daha ağıllı olmaq, Mehriban Əliyevadan daha çox tülkü olmaq. Bax, biz Hüseynovla qardaşı da bu əməllərə riayət edirik. Ona görə də bugün Əliyevlər və Paşayevlər bizə ucuzur. Aydın məsələdir ki, əgər doğrudan da səfirliyə gizlənmək, hələ arvad paltarında gizlənmək olubsa, demək ki, repressiyalardan qaçmaq məsələsidir. Yəni, bunu edən kimdir? İlham Əliyev, Mehriban Əliyeva. Mehribanın baltasının, dalının, qabağının kəsdiyi vaxtı. Gör Mehriban nə deyir? Əllərini də belə-belə eləyir, nə deyir? Yəni, bax, sən Emin, bizim əlimizdən qaçıb sən səfirliyə girən arvad paltarı geyinən adam döyüldünmü? Bax, Mehriban nə deyir bizə? O Emin Hüseynova deyilən söz deyil, o Azərbaycan xalqına deyilən sözdür. Emin Hüseynov Azərbaycan xalqının sualını, Azərbaycan xalqının eşidəcəyi cavabı almaq üçün oradaydı, o sualı verirdi. İndi baxın, bugün hələ əllərində səlahiyyət var o boyda. Avropanın göbəyində ən mötəbər bir təşkilatın toplantısında deyir ki, səni bizə görə, biz səni nə günə qoymuşduq, arvad paltar geyinirdi. İndi baxın ha, sabahları Mehriban, İlham Əliyev qaçıb hansısa bir devlətə sığınsalar inqilab olan zaman, əcaba oradan deməyəcəklərmi? Tərtər hadisələrində atanı balıya, balanı atıya qayıtdırdım. Ay millət, siz attınız peysərə. Sonra deməyəcəkmi Mehriban Əliyeva, sərhədləri bağladım, uşaq pulu vermədim, Pakistanları, ərəbləri töküb, Kürdləri töküb, xalqı zorlatdırdım. Deməyəcəkmi? Deməyəcəkmi? Namusunuz əzən Xaçaturyanı buraxdım, soyqırım eləyən Xaçaturyanı buraxdım, peysərə vurdunuz. Deməyəcəkmi ki, polis idarələrində oqtavoy narkotik satdırdım, insan alveri, orqan alverindən xalqı pis günə qoydum, peysərə attınız, dillənmədiniz. Deməyəcəkmi, ay xalq, şəhid analarını sürüdüm, qaziləri sürüdüm, petuğa 560 manat, birinci qrup şir kimi oğlanı pişik boyda eləyib, çalar qollar yox, 360 manat verərək sizi peysər elədim. Sabah Mehriban bunu deməyəcəkmi? Mehriban deməyəcəkmi? Doğru.